Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Asosiasiyası və Kənaz Media Qrupunun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. İşinin adamı başladı. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bəli, əziz dostlar, hörmətli xanımlar və cənablar, yenidən efirdəyik. Bu həftə ikinci dəfədir sizin qarşınızdayıq, çünki həftənin ikinci günüdür və mən Kamran Yaradan Quliyevin təqdimatında həftə içi 5 gün yayımını davam etdirən, həm canlı siz bizi izləyirsiniz, həm də dinləyirsiniz. 90.7 FM-də bizi dinləmə imkanına sahibsiz, hal-hazırda bir çoxları belə də edir. Həmçinin TikTok vasitəsilə bizim daimi bir izləyici kütləmiz var, hansı ki canlı yayımda onlar daxil olurlar, baxırlar studiyada nələr baş verir. Ümumi planda da Rauf göstər bizi, qoy qonağımızı da hamı görsün. Bizim yaraşıqlı, qamətli qardaşımız Qamət Əliyev bizimlə birlikdədir. Vetagro MMC-nin satış müdürü və o da öz işinin həqiqətən də adamıdır. İşinin adamı studiyadadır. İşinin adamı studiyadadır və işinin adamını salamlayırıq. Qamət, xoş gəlmişsiniz. Xoş gördük Kamran bəy, sizi və izləyicilərimizi, eyni zamanda dinləyicilərimizi salamlayıram. Dəvətinizə görə isə təşəkkürümü bildirirəm. Biz təşəkkür edirik və əziz Qamət, zəhmət olmasa Vetagro şirkətinin fəaliyyət istiqaməti haqqında bir giriş edək, məlumat təqdim edək tamaşaçılara və dinləyicilərə. Həmçinin siz əgər bu şirkətin fəaliyyəti haqqında maraqlansanız 099 697 907 nömrəsinə zəng edə bilərsiniz. Başlayaq. Təşəkkür edirəm. Vetagro şirkəti ilkin olaraq məlumat bildirim ki, 2017-ci ildən Azərbaycanda rəsmi qaydada fəaliyyət göstərir. Fəaliyyət istiqamətimiz Azərbaycanda baytarlıq sahəsində fəaliyyət göstərən kiçik və orta böyük sahibkarların, təsərrüfat sahiblərinin belə deyək ki, dərman preparatları ilə təmin olunmasıdır. Respublikanın dörd bir yanında çatdırılmalarımız həyata keçirilir və partnyor aptek, baytarlıq aptek satıcıları vasitəsilə öz dərmanlarımızı əhaliyə çatdırırıq. Eyni zamanda böyük və kiçik təsərrüfatlara da öz dərmanlarımızı belə deyək ki, çatdırılmasını həyata keçirdirik. Vetagro şirkəti Azərbaycanda dediyim kimi Türkiyə, Holland və Fransanın tanınmış böyük şirkətlərinin rəsmi distributorluğunu həyata keçirdir. Bəs bu yaxınlarda bir forumunuz keçirildi. Gəlin forum haqqında danışaq. Bu forumda kimlər iştirak etdi? Yerli və xarici qonaqlar arasında kimlər var idi? Bundan əvvəlkilərdən fərqi nə idi və bundan sonra hansı forumlar bizi gözləyir? Təşəkkür edirəm. Bildiyiniz kimi, bundan öncə də sizin efirlərdə və sizin belə deyək ki, aparıcılığınızda biz forumlarımız, tədbirlərimiz barəsində məlumat verdik. Hətta indi görüntümüz də gedir. Bax, hal-hazırda bizi həm izləyirlər, həm də ki, dinləyirlər. Görüntü də gedir. Elə görüntünü izləyə məlumat verir. Bəli, Vetagro deməli 10 apreldə Reuters Carlton'da heyvandarlıq sənayesində innovativ həllər və beynəlxalq əməkdaşlıq biznes forumunu keçirtdi. Forumda 200-ə yaxın iştirakçılar yer alırdı və burada təsərrüfat sahibləri, sahibkarlar, təsərrüfatların baş baytar həkimləri və iki universitetdən, Azərbaycan Dövlət Aqrar Universiteti və Xəzər Universitetindən 40-a yaxın tələbələr iştirak edirdi. Biz onların da gələcəyin baytarları olaraqdan, bəli, onların da iştirakını təmin etmişdik. Şirkət olaraq biz bunu da düşünmüşdük. Eyni zamanda görüntülər baxın, bax elə paralel gedir orada. Bəli, baytarlıq sahəsində sahəsinin həkimləri, alimləri, bu sahənin mütəxəssisləri yer alırdı. Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Siyalə xanım, eyni zamanda bir sıra dövlət rəsmilərinin iştirakı ilə geniş miqyaslı bir forumumuz keçirildi. Forumumuz Türkiyəli, distributorluğunu etdiyimiz Türkiyəli spikerlərin, belə deyək ki, sunum təqdimatları ilə həm yeni dərman təqdimatları, eyni zamanda onların keyfiyyəti və satdığımız məhsulların təsərrüfat sahibləri üçün, bizim partnyor, belə deyək ki, əməkdaşlarımız üçün yerində də geniş və ətraflı məlumat verdik bu barədə. Daha sonra panel müzakirələri, daha sonra isə
musiqili şam yeməyi ilə Maşallah. yekunlaşdırdıq. Müzakirə mövzulardan da danışaq. Hansı aktual mövzular var idi ki, müzakirə olundu? Əsasən biz orada öz ürünlərimizin təqdimatına yer ayırmağı düşünürdük. Lakin bir balaca maraqlı bir nüans yanında reqlamentdən biz kənara çıxaraqdan izləyicilərimiz Reqlamentdən kənara çıxmısınızsa da mən nəsə maraqlı oldu. Bəli, izləyicilərimizdən gələn suallar spikerləri fərqli istiqamətdə və moderatorluğu da mən edirdim. Fərqli bir istiqamətdə onlar suallar ünvanladılar. Bu sahənin inkişafı, bu sahədə çatışmayan nüanslar barədə. Bir növ mən deyərdim ki, Kamran bəy, biz orada nəyə müşahidə etdik? Vətəndaşlar, bu həm də eyni zamanda deyərdim ki, bizim uğurumuzdur, şirkətin uğuru. Sahibkarların əksəriyyətinin bir imdad yeri olaraqdan da biz sanki bütün qarşılaşdığı problemlərin həllini biz həll edəcəkmiş kimi sualların ünvanlanması, bu bizdə eyni zamanda bir məsuliyyət yaratdı və bir öhdəlik yaratdı ki, biz bu istiqamətdə də artıq gələcəkdə belə deyək ki, planlamalar ataq. İnam var da. İnam var, bəli. Bu onu göstərir. Sizcə niyə bu inam sizə qarşı formalaşıb? Bilirsiniz, bu günləri Azərbaycanda çox saylı baytarlıq dərman şirkətləri var. Hər biri öz sahələrində, fəaliyyət istiqamətlərində olduqca yaxşıdırlar və biz məmnunuq ki, bizim belə deyək ki, rəqib tərəfdaşlarımızla da biz sağlam mübarizə aparırıq. Bunu mən şirkətimiz adından tam əminliklə deyə bilərəm. Bunun belə deyək ki, əsas səbəbi mən deyərdim ki, məhsullarımızın keyfiyyəti və inam. Ən əsası inam. Çünki biz partnyorlarımıza verdiyimiz sözün hər zaman əminliyini təmin edirik. Ondan sonra keyfiyyət baxımından bəzi hallarda bilirsiniz, təsərrüfatlarda müəyyən problemlər yarandığı təqdirdə biz xarici mütəxəssisləri yerində cəlb edirik. Onlara köməklik göstərilməsi baxımından. Eyni zamanda vəsaitlər baxımından da bəzi hallarda problem yaranır, təsərrüfatda gecikmələr olur. Biz maddi tərəfdən də bunlara müəyyən köməklikləri göstəririk. Ən çox yaşanan problemlərdən biri o. Bəli, bu günləri böyük sahibkarların yaşadığı problemlərdir. Ümumiyyətlə sahibkarlıqda bu siz daha yaxşı bilirsiniz ki, qarşılaşdığımız ən başlıca problemlərdən biridir. Heç kim ödəməsini ala bilmirik. Bəli, ona görə biz bu sahədə də biz öz tərəfdaş partnyorlarımıza müəyyən vaxt güzəştlərini tətbiq edirik. Ona görə bu nüansları bir araya topladığımızda böyük bir əminliyin, güvənin belə deyək ki, biz təminatçısı deyə bilərik. Əla. Spikerlərin çıxışlarında mənə maraqlıdır ki, hansı xüsusi məqamlar qeyd olundu ən çox və üzürlü sayın dəvət etmişdiniz, çox sağ olun, gəlib çıxa bilmədik orada və Vetagro şirkətinin ümumiyyətlə bu forumla bağlı yalnız düşünürük ki, qazanc məsələsi deyil də, bir də bir sosial mənəvi desə, sahib iş görürsünüz. Heyvandarlıq, ümumiyyətlə kənd təsərrüfatı sahəsi bir korporativ səviyyəyə çatıb və siz bunu dəfələrlə çox belə qənaət etmək niyyətində olub da, dırnaq arası. Hansı bir belə sadə bir keyfiyyətsiz qidası olan, gözəl olmayan otellərin birində də eləyə bilərdiniz. Amma siz bunu görün, hansı dərəcəyə çatdırmısınız. Heyvandarlıq forumu keçirilir, özü də Ritz-Carltonda. Bu balaca söhbət deyil. Bu balaca rəqəmlər deyil. Və siz bunu, belə deyək, o pillədə öz çəkinizi, öz statusunuzu saxlamısınız. Gələnlərə də xoş olur, gedənlərə də. Tamamilə doğrudur. Və bu sahədəki yetəri qədər elə mövzular məncə var ki, kənardan həmişə çətin görsənib, düyünlü bağlar kimi görsənib, amma azacıq üzərində işləyəndə görsən ki, elə çətin deyilmiş, ərsəyə gəlirmiş. Bu sahələr hansılardır sizcə? Və nəzərə alsaq ki, sizin sözünüzə qüvvət, 3 ay bundan öncə də biz Fairmont oteldə quşçuluq sənayesi üzrə bir böyük miqyasda forumumuz ki, baş tutmuşdu. Bunu da elə sizin aparıcılığınız etdiyiniz efirlərdə də işıqlandırmışdıq. Bir daha təşəkkür edirəm. Və növbəti bu tədbir də eyni şəkildə dediyim kimi bizim partnyorlarımıza xitabən biz onların təbii ki, burada qazanc məsələsi deyil. Onlarla ilk öncə şəbəkələşmənin daha da sıxlaşmasıdır, dostluq əlaqələrinin qurulmasıdır və s. və ilaxır. Bu cür belə deyək ki, əməkdaşlıqlar bu günləri siz dediyiniz kimi bazarda çox az biz belə deyək ki, rastlaşırıq. Çalışırlar ki, müəyyən şirkətlər qısıtlı bir büdcə ilə bu əməkdaşlıqları həyata keçirsinlər. Bu da bizim öncəliyimizdir.
taleyimizdir, mən Düzdür. deyərdim. İnşallah ki, tərəfdaşlarımız da bunu sizin qədər qiymətləndirməyi bacaracaqlar və effektiv geri dönüşlərini səbirsizliklə biz də gözləyəcəyik. Spikerlərimizin qaldı ki, təqdimatlarına dediyim kimi, əsas olaraq biz orada istifadə etdiyimiz ürünlərin üzr istəyirəm, tərkibi, keyfiyyəti və maarifləndirmə xarakteri daşıyaraqdan onların özündən məlumat almaq üçün spikerlər bu mövzuda aspektdə öz çıxışlarını həyata keçirdirdilər və təsərrüfat sahibləri, aptekçilər, ondan sonra baytar həkimlər də özləri üçün maraqlı olan sualları ünvanlayırdılar. Və sizin diqqətinizə onu da çatdırım ki, bu günləri düzdür, baytarlıq sahəsi Azərbaycanda digər sahələrdə olduğu kimi inkişafını davam elətdirir, amma burada da müəyyən çatışmamazlıqlar olur. Dediyimiz kimi biz bura universitetdən də tələbələr cəlb etmişdik, gələcəyin baytarlarına, baytarlıq ixtisasında təhsil alan tələbələri də cəlb etmişdik. Amma geriyə dönüb baxsaq, bu sahədə təhsili olmayıb, sadəcə belə deyək də, babadan, dayıdan, həmidən baytarlıq sahəsində özünü inkişaf elətdirib, bir apteki var, təcrübə əsasında özü üçün hər hansı bir, belə deyək ki, təsərrüfat yaradıb. Bunlar üçün daha maraqlı idi ki, onlar bir növ buradan dərs alırdılar. Bilmədiklərini. Ali səviyyədə. Bəli. Bax, biz bunu da təmin edirdik. Bu olduqca böyük bir, belə deyək ki, yanaşma və göstəricidir. Bizə WhatsApp-a bir sual gəlib, bu sualı cavablandıraq. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bəli, 099 6 97 97 əlaqə nömrəsinə bizim İsmail adlı dinləyicimiz yazıb. Salam əleykum, salam, qonağımızı salamlayırıq. Biz də salamlayırıq qonağı. Qonaq, siz də salamlayın, zəhmət olsun. Biz də salamlayırıq, təşəkkür edirik dinlədiklərinə görə. Sual belə deyir ki, siz daha çox kənd təsərrüfatında hansı satışla məşğul olursunuz və regionlarda varmı? Bəli, bildirdiyimiz kimi biz kənd təsərrüfatında baytarlıq dərmanlarının, yem əlavələrinin, vitaminlər, premikslər, vaksinlərin satışlarını... Mən belə başa düşdüm ki, satış nöqtəsinə maraqlanırlar. Satışlarımız həm bizim menecerlər vasitəsilə birbaşa ünvana çatdırılır. Respublikanın da istənilən rayon və şəhərlərində fəaliyyət göstərən baytarlıq apteklərində Vitagro'nun bütün dərmanlarını, belə deyək ki, əldə edə bilərlər. Ölkədə neçə baytarlıq apteka var? Təxmini. Bunun tam dəqiq deyə bilmərəm, amma 500-ə yaxınını biz fəaliyyət göstəririk. Yaxşıdır ki. Bəli. Hardasa bu elə ümumi göstəricinin bir 90% deməkdir. Ümumi mən biləm 2000-ə yaxın qeyri-rəsmi mənə statistika demişdilər. Bu barədə aptek olaraq, ümumi aptek sistemindən gedir. Amma o siyahıda optikalar da var idi. Ayrıca olur mağaza, optika, aptek, baytarlıq. Ümumi bəli ola bilər, amma biz hal-hazırda dediyim kimi bir 500-dən yuxarı partnyorla, tərəfdaşlıqlarla belə deyək ki, çalışırıq. Demək olar hamısını işləyirsiniz ki? Bəli. İstənilən rayonlarda, şəhərlərdə baytarlıq apteklərini gördüyünüz zaman yaxınlaşıb Vitagro'nun dərmanlarını istədiyiniz tədbirdə, təbii ki, indi burada müəyyən dərmanlar var, əldə edə bilərsiniz. Əla, gözəl. Əziz izləyənlər və dinləyənlər, qısa bir fasilə var efirimizdə. Fasilədən sonra proqramımız həmsöhbətlə davam edəcək. Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. İşinin adamı başladı. Bəli, işin adamı yenidən başladı və Qamət Əliyev bizimlə birlikdədir. Vitagro MMC-nin satış müdürü. Bir daha yeni qoşulanların nəzərinə çatdıraq ki, bu yaxınlarda ilə Vitagro'nun gözəl bir forumu keçirildi. Ritz Carlton'da, bundan əvvəl də Fairmont'da idi. Qamət, zəhmət olmasa yeni qoşulanları nəzərə alaq, həm izləyib, həm dinləyənləri. Şirkətiniz haqqında qısa bir dənə məlumat verək. Bir daha yeni qoşulan izləyici və dinləyicilərimizi mən də salamlayıram. Vitagro şirkəti 2017-ci ildən bəri Azərbaycanda rəsmi qaydada fəaliyyət göstərir. Fransa, Türkiyə və Hollandiyanın Azərbaycanda rəsmi distributordur. Baytarlıq sahəsində dərman preparatlarının satışlarını həyata keçiririk. Biz bugün sizi alqışlarla dəvət etmək səbəbi odur ki, yetəri qədər populyar olmayan forum, sahə deyək, gəlmə fikrimi təzədən izah edeyim. Kənd təsərrüfatı sahəsində xüsusilə heyvandarlıq, bu yemlərlə bağlı
Mən ilk sizdən eşitmişəm, elə hələ ki sonda sizdən eşitmişəm və burada torpaqdan, təsərrüfatdan, fiziki zəhmətdən gəlib də, o ərazidən gəlib də bir otel səviyyəsində kübar bir məclisdə iştirak etmək, tədbirdən həm öyrənib, həm fikir mübadiləsi, həm təcrübə mübadiləsi aparmaq. Orada inanıram ki, həm də müəyyən bir network da formalaşıb. Gör, elə hallarda necə olur ki, məsələn, mənim deyək ki, qələmə ehtiyacım var, sizin kağıza ehtiyacınız var, kağız məndədir, qələm sizdədir və burada növbəti bir gözəl həmrəylik də əmələ gəlmiş olur. Forumun nəticələri ümumiyyətlə sizə necə təsir bağışladı? Qane edir yoxsa yox? Gedişat. Tamamilə düzgün vurğuladınız və onu da diqqətinizə çatdırmaq istərdim ki, həmin networkingin mən deyərdim ki, bugün üçün deyil, sabahı üçün də biz bir imza atdıq. Çünki az öncə vurğuladığım kimi 2 universitetdən 40-dan yuxarı tələbənin iştirakını biz orada təmin etmişdik və onlar gələcəyin baytarlarıdır və bu sahədə də onların şəbəkələşməsini təmin etmək, onları indidən bu sahənin böyük sahibkarları ilə görüşdürmək və baş baytar həkimləri ilə görüşdürmək, bir araya gəlmək, xarici spikerlərlə eyni, belə deyək ki, auditoriyanı bölüşmək. Başqa bir gözəl münasibət yaradır bu sahəyə. Baxın, bu kənd təsərrüfatına, mən elə deyərdim ki, baytarlıq sektoruna biz kiçik bir şirkət olsaq da böyük bir qatqı qatmış olduq. Bu həqiqətən də təvəzzökarlıqdan kənar olsa da sizin dilinizdə desək, bu böyük bir uğurdur. Mən gözləntilərimiz bəli yüksəkdir və mən deyərdim ki, bu gözləntilərimizi də biz əldə edirik. Uğurlu bir şəkildə də geri dönüşlərini müşahidə edirik və bunun da bu şəkildə, uğurlu şəkildə davam edəcəyini də düşünürük. Əhsən. Gəlin biraz analiz eləyək öz aramızda. Yüngül var, bir SWOT analiz eləyək. Bu sahədə, yəni sizin sahənizdə, sizin tədbirlərdən sonra özünü müsbət şəkildə göstərən dəyişikliklər hansılardır sizcə? Baxın, ani sual düzürlü sayın, biraz böyle cətalı mövzudur bu, amma yenə də. Təşəkkür edirəm. Biraz konversiyada sirlərimizdən kənara çıxaq, açıqlayaq. Baxın, saylarda biz, sifariş saylarında yüksək artımlar əldə edirik. Elə tədbirin gedişatı boyunca. Ümumi sektora deyirəm, maddi baxımdan yox. Elə mən həm ümumi, həm öz. Məsələn, mən bundan əvvəl hiss edirdim ki, utancaqdır bu sahədəkilər. Amma gördük ki, bizim forumdan sonra yox. Sən demə ünsiyyətçi eləyir. Sadəcə onların ünsiyyət qurmaq üçün bir mümkün şərait yox imiş. Və s. Yəni fikrimi izah eləyə bilərəm. Bəli. Baxın, bu sahədə bizim çox çətinliklə belə deyək ki, üzləşdiyimiz bir haldır ki, şəbəkələşmədə biz problemlər yaşayırıq. Olsun bu bizim partiyorumuzda zamanında bizimlə sıx əməkdaşlığı olub, bu günləri müəyyən səbəblərdən kənarlaşırlar və bu vaxt baxımından da biz də belə deyək ki, şirkət olaraq, mən məsəl üçün özüm satış rəhbəri olaraq, mənim satış menecerlərim və rəhbərlik səviyyəsində də belə biz onlarla bir hər dəfəsində görüşlərin təminini həyata keçirtməkdə çətinlik çəkirik və bu da bir növ sanki sonra onların diqqətdən kənarda qalmış kimi bir görüntü bəxş edir. Bu tədbirin də əsas məqsədlərindən biri elə o idi ki, biz bunu da aradan qaldırdıq və geri dönüşləri dediyim kimi biz elə yerində də satışlarımızı daha da bir üst səviyyəyə qaldırmaq bacardıq. Ondan bir neçə gün sonra da geri dönüşlərlə, sifarişlərlə biz belə deyək ki, təmin olunduq. Maraqlıdır, əla və bu sahədə inanıram ki, müəyyən qədər bir tərəqqini də biz şahidi olacağıq. Son 6 dəqiqəmiz qalıb, vaxtın tez gəlir keçir. Bundan sonra maşallah. Bundan sonra bizi hansı formada, hansı forumlarla sevindirəcəksiniz? Hər dəfəsində də biz ilk açıqlamaları sizdə bildiririk. Düzdür, indi böyük bir tədbirdən yeni çıxmışıq. Bunu açıqlamaq tezdir. Sadəcə onu deyə bilərəm ki, biz quşçuluq sahəsində keçirdik, heyvandarlıq sahəsində keçirdik. Növbəti artıq sizin üçün də maraqlıdır ki, belə baxışlarınızdan görürəm. Biz istəyirik ki, balıqçılıq sahəsində də artıq növbəti payıza doğru artıq
balıqçılıq sahəsində də biz Düz forumu- deyir. Gör nə qədər balıqçılıqla bağlı Azərbaycanda bizneslər var. Bəli, və nəzərə alsaq Həm ki, dövlətin məsəl üçün, dəstəyi var. qara kürü Azərbaycan dünya bazarının belə deyək ki, ən çox faizini Azərbaycan təşkil edir. Xırda balıqçılıq sahəsi ilə təsərrüfatları ilə məşğul olan sahibkarlar var, böyük sahibkarlar var. Bunların da bir araya toplandığını biz hələ bəlkə də olub mən məlumatsızam, amma müşahidələrimiz bunu göstərir ki, belə bir böyük bir forum nəzərdə tutulmayıb. Bu da ki, inşallah ki, bunu da ilk olaraq biz imza atacağıq. İnşallah, inşallah. Əla. Əziz dostlar, hörmətli xanımlar və cənablar, mən bir dənə də ümumiyyətlə biz adətən efirə gələn WhatsApp suallarını çalışırıq ki, bizim sualların üst-üstə düşəndə vaxt itirməməyə görə ünvanlamayaq, amma onlar arasında elə suallar var ki, o sualı məsələn mən verəsi deyildim. Bu suallardan birini səsləndirəcəyim. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bəli, bizim zəng və WhatsApp nömrəmizə suallar gəlir. Mikail adlı izləyicimiz saat neçədir? 5 dəqiqə qalıb. Əla. Sualı ünvanlayıq, məncə cavab da tapmaq olar. Mikail adlı izləyicimiz yazır. İndi haqqına girməyəcəm, mən dilim öyrəşib izləyici sözünə. Bəlkə də izləyir, yoxsa dinləyir, bilmirəm. Amma qonağımızı salamlayır. Aleyküm salam. Sualı budur ki, sizdə iş varmı? İsmayılıdan yazır. Təşəkkür edirik. Bizdə iş varmı? Maraqlı və ani sualdır. İsmailidən yazır. Var sizə İsmailidən əməkdaşa ehtiyac? İnternet səhifəmizdən, sosial şəbəkələrimizdən bizi izləyərəkdən boş vakansiyalarımız yarandığı təqdirdə biz bu barədə məlumatları bölüşürük. Hal-hazırda təəssüflər olsun, bu barədə hər hansı bir boş vakansiyamız yoxdur ümumiyyətlə. Lakin yarandığı təqdirdə biz sosial şəbəkələr üzərindən məlumatları bölüşürük. Əla, əla. Əziz Qamət, təşəkkür edirəm. Vetagro şirkətinin bütün heyətinə, komandasına uğurlar arzu edirəm. Bu sahəyə bir dəyər qatırsınız, inkişafına daha da səbəb olursunuz. Qarşıdan gələn balıqçılıq forumuna da uğurlar arzu edirəm və əsas bizim istəyimiz odur ki, siz inkişaf edin, böyük layihələrə imza atın, biz də baxaq sevinək. Təşəkkür edirəm, çox sağ olun və mən də sizin efir vasitəsilə fürsətdən istifadə edib direktorumuza bu təşəbbüsləri irəli sürdüyünə görə mən də təşəkkürümü bildirirəm. Vallahi biz də elə direktor təşəkkür eləyərdik. Rüstəm Qasımov Respublikanın ən tanınmış belə deyək ki, baytar həkimlərindən biridir. Təşkilçilərimizə buradan salamlarımızı çatdırıram və ən əsası forumda təşəkkür etməyə imkanım olmamışdı. Buradan sizin efir vasitəsilə bizim komandaya, Vetagro komandasına belə deyək ki, bu sahədə məni tək qoymadıqlarına görə təşəkkürümü bildirirəm. Bu tək mənim yox, bir komanda işi idi. Ərsəyə gətirdik. Ümidvarıq ki, kiçik də olsa, az da olsa öz töhfəmizi verə bildik. Əla, əla. Yox, günahınızı yuduz. Bu yerini paylaşarıq, komandasına göndərər. Yaxşı? Bu hissəsini pulla göndərəcək, Rauf. Təşəkkür edirik. Qamət Əliyev bizimlə birlikdə oldu. Vetagro MMC-nin satış müdürü. Biz isə bitdi. Uğurluyuram Qamət.